Salam əziz şagirdlər. İsim bölməsinin davamını morfoloji quruluşuna görə ismin növlərini izah edirəm. Yəni bunlar ümumi, xüsusi, sayıla bilən, sayıla bilməyən tək və cəm olaraq bir-birindən fərqlənir. Deməli, ümumi isimlər Azərbaycan dilində olduğu kimi cümlənin istənilən yerində kiçik hərflə yazılır. Yalnız cümlənin əvvəlində böyük hərflə yazılır. İngilis dilində bizim dildə olduğu kimi eynilə xüsusi isimlər cümlənin istənilən yerində böyük hərflə yazılır. Ölkə, şəhər, kənd, küçə adları, insan adları bunlar böyük hərflə yazıldığı kimi bizdən fərqli olaraq həftənin günləri və ayların adı da istənilən yerdə böyük hərflə yazılır, yəni ki, xüsusi isim hesab olunur. Keçək sayıla bilən və sayıla bilməyən isimlərimizə. Bu geniş mövzudur. Azərbaycan dilində də əslində biz bu isimlərin bəziləri biz də saya bilmirik. Ancaq bizim qrammatikada bu önəmsiz olduğuna görə biz bunu öz qrammatikamızda izah etmirik və keçmirik. Belə bir anlayış bizdə yoxdur. Ancaq ingilis dilində qaz, toz halında olan isimlər, maye halında olan isimlər, elm adları, idman növlərinin adları, anlayış adları, xəstəlik adları və s. Mücərrəd isimlər sayıla bilməyən isimlər hesab olunurlar. Bu təsnifatda daha geniş qeyd olunub və onların adını yadda saxlamaq mütləqdir. Əziz şagirdlər, sayıla bilməyən isimlərin təsnifatına diqqət yetirdikdə, onları yaxşı yadda saxlasaq, biz artıq sayıla bilən və sayıla bilməyən isimləri bir-birindən asanlıqla ayırt edə biləcəyik. Əgər sözün tərcüməsini bilirsinizsə, əlbəttə, siz onun sayıla bildiyini və ya sayıla bilmədiyini asanlıqla təyin eləyəcəksiniz. Yəni, bilməliyik ki, maye halında olan isimlər sayıla bilməz. Su, süd kimi isim əlbəttə ki, sayıla bilməz. Milk, water, ink. Sonra mücərrəd isimlər sayıla bilmir. Anlayış adları da əksəriyyəti. Ancaq sayıla bilən mücərrəd isimlərimiz də var. Onlara da diqqət yetirmək lazımdır. Ümumi məna bildirən isimlərə sizin diqqətinizi çəkmək istəyirəm, əziz şagirdlər. Yəni, money sözü, məsələn, həmişə şagirdləri çaşdırır. Çünki düşünürlər ki, money pul deməkdir. Pulu biz saya bilirik. Ancaq biz Azərbaycan dilində belə pul sözünü saya bilmərik. Heç vaxt deyə bilmərik ki, mənim cibimdə 3 pul var, 5 pul var, 100 pul var. Biz deyə bilərik ki, mənim cibimdə 100 manat pul var. Ona görə də 100 dollar var, 100 manat var və yaxud da 5 manat var, 5 rubl var. Valyutalar, yəni bizim pulların adı sayıla bilir. Dollar, manat, rubl və s. Qiymətli vərəqlərin adları sayıla biləndir. Ancaq money sözü sayıla bilməz. Yəni pul ümumi onların hamısının ümumi adıdır. Mebel sözü də ona bənzəyir. Furniture sözü. Furniture heç vaxt sayıla bilmir. Qarşısında an artiklı götürə bilməz, rəqəm götürə bilməz. Ancaq əgər biz tək-tək mebelin əşyalarını nəzərdə tutsaq, a table, a chair, a sofa, o zaman onlar ayrı-ayrılıqda əlbəttə ki, sayıla da bilir, cəmlənə də bilir, rəqəm də götürə bilir. Ancaq, əziz şagirdlər, sayıla bilməyən isimlərlə işləyəndə bir şeyə diqqət yetirmək lazımdır. Bəzən iki isim yan-yana gələrək bir isim digərini təyin edir. O zaman, əgər sayıla bilməyən isim, sayıla bilən isimin təyin edicisi işarə göstərirsə, o zaman biz onu sayıla bilən kimi götürürük. Əgər, məsələn, furniture factory deyilirsə, burada mebeldən yox, mebel fabrikindən söhbət gedir. Ona görə də biz orada artikl işlədə bilərik. Bu artıq sayıla bilən isimdir. Sonra, idman oyunlarının adları sayıla bilmir. Elm, fən adları sayıla bilmir. Təbiət hadisələrini
hadisələrini bildirən sözlərin əksəriyyəti sayıla bilmir, ancaq istisnalar var əlbəttə. Məsələn, külək sözü, wind sözü sayıla bilən isimdir. Storm sözü sayıla bilən isimdir. Bunu da yadda saxlamaq lazımdır. Fəaliyyət adları sayıla bilmir. Məşğul olduğumuz fəaliyyətlərin adları. Xəstəliklər sayıla bilmir. Dillər sayıla bilmir. Qaz halında olan maddələr kiçik hissəciklərdən ibarət maddələr sayıla bilmir. Sayıla bilməyən isimlərin qarşısında xüsusi kəmiyyət bildirən sözlər istifadə olunur. Little, a little, very little, only a little, much, a lot of və s. Onların qarşısında en artiklı, rəqəm, ənazə əvəzliyi işlənə bilməz. Çünki onlar bir tək olduğunu göstərir, ancaq bu anlayışda olan isimlər nə tək, nə cəm ola bilmir. Cəm şəxsi qəbul edə bilmir. Sayıla bilən isimlər isə əksinə tək də ola bilir, cəmlənə bilir. Qarşısında en, ənazə və digər əvəzliklər işlənə bilər. Onların qarşısındakı kəmiyyət bildirən sözlərimiz də bu digərlərindən fərqlənir. Many, few, a few və s. kəmiyyət bildirən sözlərlə birlikdə işlənir. Əziz şagirdlər, bayaq qeyd etdiyim kimi tutum bildirən sözlər vardır ki, onlar sayıla bilməyən isimləri təyin etmək üçün geniş istifadə olunur. Bütün tutum bildirən sözlər burada qeyd olunmuşdur. Mütləq şəkildə onları da yadda saxlamaq lazımdır ki, hansı isimlə hansı tutum bildirən sözdən istifadə edə bilərik. Və əziz şagirdlərim, sizə sayıla bilməyən isimlər haqqında daha bir geniş məlumat çatdırmalıyam ki, bəzi sayıla bilməyən isimlər vardır ki, onların iki mənası var. İki və daha artıq da mənası ola bilər. Bu sözlər bir məna işlənəndə sayıla bilir, başqa bir mənada isə sayıla bilmir. Məsələn, glass sözü şüşə mənasında sayılmır. Çünki material adıdır. Maddə material adları sayıla bilmədiyinə görə onu da saya bilmərik. Ancaq glass sözü həm də stəkan deməkdir. O zaman stəkan mənasını işlənəndə a glass of water deyə bilərik. Time sözü zaman bildirən sözdür, vaxt deməkdir. Bu zaman sayılmır. Ancaq dəfə desək, 3 times, 4 times, bu zaman time sözü cəmlənə bilər və sayıla bilir. Light sözü işıq deməkdir. İşıq mənasında sayılmaz, lampa mənasında sayılar. Wood sözü taxta deməkdir, eyni zamanda meşə deməkdir. Hair, saç, eyni zamanda tük deməkdir. Yəni tərcümədən məlumdur ki, biz saçı ümumi götürərik, saya bilmərik. Ancaq bir tük, iki tük deyə bilərik. Tük mənasında sayılacaq. Work sözü iş deməkdir. Ən çox biz onu iş mənasında işlədirik, o zaman sayılmır. Ancaq sizə deyim ki, onun sinonimi olan job sözü sayıla biləndir. Yəni a job demək olar, ancaq a work demək olmaz. Ancaq hansısa yazıçının və yaxud da rəssamın əsərini nəzərdə tutsaq, o zaman work sözü sayılacaq. Paper sözü kağız deməkdir, həm də qəzet deməkdir. Qəzetə newspaper də deyilir. Və burada digər sözlər də qeyd olunubdur. Hər birinə diqqət yetirmək lazımdır. Bir də əziz şagirdlər qeyd edeyim sizə ki, bunu belə yadınızda saxlayarsınız. Chicken, lamb, bir də fish sözləri həm sayılır, həm sayılmır. Çox istifadə olunan isimlərdir bunlar. Yadınızda belə saxlayın ki, onların dirisi sayıla bilir, ancaq əti sayıla bilmir. Yəni artıq yaşamırsa, ətindən istifadə ediriksə, o zaman o sayıla bilməyən isim hesab olunur.
İsim bölməsinin sayılan, sayılmayan, xüsusi, ümumi hissəsini də belə tamamladım. İsimlərin cəmini digər dərsdə izah edəcəm.